Verilişini dinləyirsiniz, əziz dinləyicilərimiz. Bugün 18 iyun Azərbaycanda İnsan Hüquqları günüdür və biz bu barədə danışacağıq. Təbii ki, bu barədə suallarımızı qonağımız cavablandıracaq. Mən qonağımızı sizə təqdim etmək istəyirəm. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı, hüquqşünas Yunis Xəlilov qonağımızdır. Yunis Xəlilov, xoş gəlmişsiniz, necəsiz? Çox sağ olun, təşəkkür edirəm dəvət üçün. Bugün biz insan hüquqlarından danışırıq. Həqiqətən də insan yer üzünün əşrəfi sayılır və insanın bir çox hüquqları var. Mən deyərdim ki, insan hər zaman öz üzərində çalışır, daim irəliyə can atır. Amma təbii ki, insan kamil olmalıdır. İnsan öz hüquqlarını mütləq şəkildə bilməlidir ki, bu hüquqları heç bir zaman pozulmasın. Ona görə də gəlin bu barədə ətraflı danışaq. Ümumiyyətlə, insan hüquqları nədir və bu tarixi yola bir nəzər salaq sizinlə birgə. İnsan hüquqları anlayışı Azərbaycanın hüquq sistemində necə izah olunur, nələri əhatə edir, özündə bir aydınlıq gətirək sizinlə birgə. Qoy bizi dinləyən, bu barədə məlumatsız olan dinləyicilərimiz varsa, onlar da məlumatlanmış olsunlar və öz hüquqlarını daha yaxşı bilsinlər. Buyurun. Çox sağ olun, mən bir daha dəvət üçün təşəkkür edirəm. Həqiqətən əlamətdar bir gündür. Azərbaycan Respublikasında Milli İnsan Hüquqları Günü kimi qeyd olunur bu gün. İnsan hüquqları ideyası ümumiyyətlə lap qədim tarixi köklərə malikdir. Hər şeydən əvvəl qeyd eləyək ki, ümumiyyətlə bu insan hüquqları ilə bağlı problemlər bugün mövcuddur. Yəni insan hüquqları ali bəşəri dəyərə malikdir, milli dəyərə malikdir və əsrlərdir ki, insanlar bu hüquqlar uğrunda mübarizə aparırlar. Bəli, mübarizə aparırlar, davam edir və istər elə elmi tədqiqatların əsas mərzi, istər dünya dövlətlərinin əsas qanunları, konstitusiyalarının başlanğıc belə deyək məqsədləri ki, insan hüquqlarını təmin etmək, istər beynəlxalq münaqişələr zamanı o gərginliklərin yaranmasında əsas faktor eləməsi insan hüquqları olur və biz nəzərə alsaq ki, elə təkcə 2 dənə dünya müharibəsində kütləvi şəkildə insan hüquqlarına inanılmaz hücumlar olubdur. Əsasən yaşama hüququ, sağlamlığın qorunması hüququ kimi məsələlər. Təəssüf ki, çox baş verir bu halda. Bəli, baş verir. Bu gün də var, keçmişdə də olub, müharibələr hər zaman olubdur. Tarixdə hər zaman insan hüquqları tapdalanıb da, qorunub da. Qadınların, uşaqların hüquqları daha çox pozulur. Bəli, ən acınacaqlısı da odur, ən problemli məsələ də odur. Tarix boyu nəzərə əsaslar, məsələn, Aristotel, Platon danışıb bu haqda, Sokrat danışıb, bir qədər gəlsək müasir dövrə Montesquieu, Voltaire, Denis Diderot. Biz nəzər salsaq görərik ki, insan hüquqları ilə bağlı tək dünya tarixində yox, Azərbaycan Respublikasının özündə də bu sahədə tarix boyu bu məsələ diqqətli olub. Məsələn, Ağqoyunlar dövlətini götürsək, Uzun Həsənin qanunnaməsi olubdur. Nə bilim, Səfəvilər dövründə müxtəlif faktlar olub. Yəni biz bunu bir veriliş həcmində bu tarixinə toxunsaq çox böyük yığışdırmaq olmaz. Və Xalq Cümhuriyyəti dövrünə gəlsək, Azərbaycan Respublikasında o dövrdə parlamentdə 145 iclas keçirildi və 270 qanun layihəsindən 230 qanun qəbul edildi ki, bu qanunların da əksəriyyəti, böyük əksəriyyəti insan hüquqları ilə bağlı idi. Sovetlər Birliyi dövründə bir çox hüquqlar kağız üzərində qalıbdı. Bu məlumdur hər kəsə ki, konstitusiyalarımız qəbul edilibdi o dövrdə, lakin bu hüquqlar dediyimiz kimi kağız üzərində qalıbdı. Tarixi baxımdan yanaşsaq qruplaşdıra bilərik ki, məsələn 18-ci əsri götürsək, insan hüquqları içərisində ayrılmaz hüquqların əldə olunmasına görürük biz. Məsələn, bunlar hansı ki, insandan ayrılmaz şəkildə mövcud olan haqlardır. Yaşama hüququ, azadlıq hüququ, şəxsi toxunulmazlıq hüququ kimi haqlardır. 19-cu əsr siyasi hüquqların əldə edildiyi dövr olubdur. Xüsusən seçki hüququ, hansı ki, şəkdə ilk dəfə qadınlara, bəli, Azərbaycanda seçki hüququ verildi. Daha sonra isə 20-ci əsrdə sosial, bir də iqtisadi hüquqların əldə edildiyini şahidi oluruq. Bura məsələn tətil hüququ, əmək hüququ, sosial təminat hüququ kimi insanların rifah halının yüksəldilməsi zamanı insanların faydalandığı haqlardır. Bu sahədə çoxsaylı beynəlxalq hüquqi haqlar var, saymaqla qurtarmaz. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Avropa İnsan Hüquqları Konvensiyası, regional haqlar var. Məsələn, Amerikada, Afrikada insan hüquqları ilə bağlı xartiyalar, konvensiyalar qəbul edilib bugünkü günə qədər. Ümumiyyətlə, Azərbaycan Respublikası indiyə qədər qəbul elədiyi beynəlxalq haqlardan 450-500 civarında. Bunların əksəriyyəti insan hüquqlarına birbaşa və ya dolayı yolla toxunur.
Yəni bir qədər əvvəl adını qeyd elədiyim başda Avropa İnsan Hüquqları Konvensiyası, Ümumdünya İnsan Hüquqları bəyannaməsini biz ratifikasiya eləmişik, təsdiq etmişik və eyni zamanda da mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt dediyimiz 1966-cı il tarixli BMT-nin hüquqi sənədini, iqtisadi sosial hüquqlarla bağlı aktı, qadınlarla bağlı qadınlara ayrı seçkiliyin ləğvinə dair konvensiyanı, yəni uşaq hüquqları haqqında konvensiyanı, BMT-nin konvensiyasını Azərbaycan ratifikasiya edib və nəhayətində isə Azərbaycan Respublikasının konstitusiyasına toxunsaq, yəqin ki, bir qədər sonra da toxunacaq, konstitusiyamızın böyük bir hissəsi, 1/3 hissəsi insan hüquq azadlıqlarından ibarətdir və konstitusiyamızın 12-ci maddəsi birbaşa müəyyənləşdirir. Dövlətin ali məqsədi Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarını və vətəndaşların layiqli həyat səviyyəsinin təminidir. Bu da prioritet məqsəd olaraq konstitusiyada birbaşa təsbit olunub. Müasir dövrdə hüquqlarımızın konstitusion müstəvidə təsbiti, onsuz da Azərbaycan konstitusiyasının ilk milli konstitusiyamızın memarı Ulu Öndər Heydər Əliyevdir, Ulu Öndərimizdir. Ulu Öndərin də xidmətləri bu sahədə. Çox böyük misilsiz xidmətləri var. Yəqin ki, indi toxunacaq növbəti suallarda və hazırda da cənab prezidentimizin birbaşa rəhbərliyi altında bu sahə son dərəcə prioritet məsələlərdən biridir ölkəmizdə. İnsan hüquqlarının həqiqətən də biz və əsas mahiyyətindən ibarət ki, bütün insanlar eyni hüquqa malik olsunlar və siz konvensiyaları, bəyannamələri, aktları qeyd elədiniz. Nə gözəl ki, bunlara ciddi şəkildə əməl olunur bütün dünyada, yer üzündə, kaş ki, əl və arzumuzda insanların, əsas da körpə balalarımızın, məsum uşaqların hüquqları heç bir zaman pozulmuyor. Və gəlin Azərbaycandan danışırıqsa, mütləq Azərbaycanda insan hüquqlarının müdafiəsi sayəsində biz Ulu Öndərimizin, ümumi liderimiz Heydər Əliyevin əvəzsiz xidmətlərini təbii ki, vurğulamasaq mümkün olmaz, mən deyirəm. Buyurun, bu haqqda fikirlərinizi. Yəni elə əsas məsələ də buradan başlayır Azərbaycan Respublikasında. Bəli, Ulu Öndərimizin hakimiyyətə gəlişi ilə hələ biz başlasaq ki, insan hüquqları içərisində ən zəruri hüquq hansıdır? Yaşama hüququ. Yəni insan gərək yaşaya ki, əsas budur, digər hüquqlarını da ondan törəyən və bundan sonra gələcək. Birinci yaşamalısan ki, başqa hüquqlardan danışasan. Məsələ yaşama hüququ ən vacib hüquqlardan biridir. Ulu Öndərimiz 1993-cü ildə hakimiyyətə gələn kimi məhz ölüm cəzasına deməli üzərinə moratorium qoyuldu və daha sonra 1998-ci ildə ölüm cəzası Azərbaycan Respublikası qanunvericiliyi ilə tamamilə çıxarıldı və belə deyək, yaşama hüququnun qarantı birbaşa hələ 93-də Azərbaycanda əsas qoyuldu. Daha sonra bu il həm də deməli konstitusiyamız qəbul edildi 1995-ci ildə və konstitusiyamızın bir qədər əvvəl də qeyd elədim 1/3 hissəsi hüquqlara, azadlıqlara əsas olunub. Orada siyasi hüquqlar, şəxsi hüquqlar, sosial-iqtisadi hüquqlar, mədəni hüquqlar, məhkəmə və istintaq orqanları ilə qarşılaşdığın zaman faydalandığın prosesial hüquqlar, məsələn, yaşama hüququ, azadlıq hüququ, şəxsi toxunulmazlıq hüququ, nicah hüququ, əmək hüququ, sosial hüquqlar içərisində məsələn, digər hüquqlar, azad sahibkarlıq hüququ, təqsirsizlik prezumpsiyası, məhkəməyə müraciət hüququ və o qədər hüququ ki, hüququ. Konstitusiyamızda o qədər geniş şəkildə konstitusion hüquqlar təsbit olundu. Daha sonra Ulu Öndərimizin ən misilsiz xidmətlərindən biri 1998-ci ildə, indi bax, bu gün qeyd elədiyimiz iyun ayının 18-i ki, İnsan Hüquqları Günü kimi qeyd edirik. Həmən günü Ulu Öndərimiz Heydər Əliyev insan hüquqlarının müdafiəsinə dair dövlət proqramını təsdiqlədi. Sistemli şəkildə hüquqların müdafiəsi ilə bağlı orada əməli tədbirlər əks olundu, müddətlər nəzərdə tutuldu, nə vaxt, hansı tədbirlər həyata keçiriləcək, hansı ki, cənab prezidentimiz İlham Əliyev 2007-ci ildə məhz 18 iyunu milli insan hüquqları, yəni Azərbaycanda insan hüquqları kimi demək sərəncamla qeyd olunmasını məqsədə müvafiq bildi. Daha sonra biz gəlsək Ulu Öndərimizin digər ən böyük bu sahədə olan məhsuldar işlərindən birinə, bu 1998-ci ildə avqust ayında belə deyək, mətbuat üzərindən senzuranın götürülməsi oldu. Yəni fikir söz azadlığına ən böyük təminatdır bu. Təbii ki, konstitusiyamızda 1995-ci il konstitusiyamızda bu nəzərdə tutuldu. Məlumat azadlığında ki, mətbuat üzərində dövlət senzurası yol verilməzdi. Lakin bunun əməli gerçəkləşməsi 1998-ci ildə belə bir qurum var idi, Qlavlit. Bilirsiniz, dövlət sirri ilə bağlı olan və digər, yəni hər şeyi ora salırdılar, insanın fikri boğulurdu, fikrin
azad ifadə edə bilmirdi. Ciddi bir nəzarət vardı. Çox ciddi və bunun özülü məhv edildi, ləğv edildi və Ulu Öndərimizin ən böyük mətbuat belə deyək azadlığına verdiyi töhfələrdən biridir ki, bu gün Azərbaycan Respublikasında istər internet məkanı olsun, istər sosial media, istər qəzetlər, jurnallar. Söz azadlığı verdi. Bəli, fikir, söz azadlığı. Hətta bu gün Azərbaycanda artıq bu fikir və söz azadlığı elə bir həddədir ki, həddindən artıq da sui-istifadə olunur. Belə deyək, sui-istifadəyə yol verilir. Digər bir məsələ bir dənə 2001-ci ildə insan hüquqları üzrə müvəkkil təsisatını, yəni Konstitusiya qanunu qəbul edilib, bildiyimiz kimi insan hüquqlarının qorunmasında ən belə deyək, vacib olan təsisatlardan biridir. Yəni pozulmuş hüquqların birbaşa bərpası ilə məşğul olur. Ombudsman, yəni onunla bağlı ayrıca bir konstitusiya qanunu var və Muxtar Respublikamızda da yəni insan hüquqları üzrə müvəkkil Naxçıvan Muxtar Respublikasının o da əlavə olaraq vardır. Bundan başqa bir də Ulu Öndərimizin vaxtında Azərbaycan Respublikasında birbaşa və ya dolayısı ilə bağlı olan insan hüquqlarına dair çoxsaylı qanunvericiliklər qəbul edildi. Məcəllələr qəbul edildi. Cinayət məcəlləsi, mülki məcəllə, mülki prosessual əmək məcəlləsi, ailə məcəlləsi və bundan da başqa qanunlar. Məsələn, Konstitusiya Məhkəməsi haqqında qanun, polis haqqında qanun, əməliyyat axtarış fəaliyyəti haqqında qanun, məhkəmələr, hakimlər, vəkillər və vəkillik fəaliyyəti haqqında qanun, hansı ki, bunlar orqanik qanundur. Yəni orqanların statusunu tənzimləyən qanunlar ki, bu orqanlar da belə deyək, insan hüquqlarının qorunması ilə birbaşa məşğul olurlar və təbii ki, o orqanların özülü də Ulu Öndərimizin vaxtında qoyuldu. Təbii ki, bunların inkişafı, səhlənməsi, daha da mütərəqqi bir vəziyyətə gətirilməsi dövrü cənab prezidentimizin vaxtına təsadüf eləyir, onun vaxtına düşür. Həqiqətən də necə böyük işlər görülüb nisbəndə. Bugün dünya ölkələrinə nəzər salanda, xəbərləri izləyəndə hüquqların pozulması insan özünü xoşbəxt hiss edir ki, nə yaxşı ki, Azərbaycanda doğmuşam, Azərbaycanlıyam. Bəli. Və gəlin elə cənab prezidentimiz İlham Əliyevin insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində gördüyü işlərə də bir nəzər salır. Çox uğurlu bir siyasət aparır prezidentimiz bu barədə. Bəli. Yəni hətta nəinki fərdi hüquqların təminindən söhbət gedir. Artıq cənab prezidentimiz İlham Əliyevin dövründə daha belə kütləvi qlobal hüquqların təminindən. Məsələn deyək ki, bu gün artıq Zəngəzurda hüquqları pozulmuş şəxslərin kütləvi artıq belə deyək, çox böyük beynəlxalq miqyaslı məsələlərdə insanlarımızın hüquqlarının təminindən artıq söhbət gedir. Bunun özülü belə deyək, 2007-dən o qədər danışmaq olar ki, bu haqda da, yəni çoxsaylı məsələlər, faktlar var ki, demək olar. Biz ümumiləşdirsək, ən vacib məsələlər cənab prezidentimizin 2007-ci il tarixdə dediyimiz kimi iyun ayının 18-ini İnsan Hüquqları Günü kimi qeyd edilməsini nəzərdə tutdu. Daha sonra Azərbaycan Respublikasında cənab prezidentimizin dövründə bir 2006-da, bir də 2011-də demək milli fəaliyyət proqramı qəbul edildi. Hansı ki, insan hüquq və azadlıqlarının təmininə dairdir. Orada konkret olaraq strategiya müəyyənləşdirildi. Hüquqlar, zəruri olan qanunvericilikləri qəbul edilməli idi, zəruri olan təsisatlar təkmilləşməli idi. Bundan əlavə cənab prezidentimizin ən böyük islahatlarından biri məhkəmə hüquq islahatlarıdır. Baxın, pozulmuş hüquqların bərpası ən son həddə məhkəmələrdə müdafiə olunur. Ədalət mühakiməsinə həyata keçirilir məhkəmələr və məhkəmələrin belə deyək, müstəqil, tərəfsiz, obyektiv, qərəzsiz şəkildə fəaliyyət göstərməsi demokratiklik göstəricisidir ki, cənab prezidentimiz tərəfindən mərhələli şəkildə artıq Azərbaycanda dəfələrlə məhkəmə hüquq islahatları həyata keçirilib. Hətta bu gün məhkəmələrimiz artıq o dönəmi yaşayır ki, elektron məhkəmə sistemi, yəni tamamilə şəffaflıq, vətəndaş elektron qaydada müraciətini göndərir, müraciət elektron qaydada alınır. Hətta distant dindirmə var, məsələn, məsafəli dindirmə, vətəndaş haradansa harasa gedə bilmirsə və s. müəyyən hədlər daxilində məhkəmə proseslərinə onlayn qoşulmaq yolu ilə. Ümumiyyətlə, bu sahədə məhkəmələr, hakimlər haqqında qanun təkmilləşdi. Ölkəmizdə məhkəmələrin özünü idarə orqanı olan Məhkəmə Hüquq Şurası yaradıldı. Hakimlərin şəffaf şəkildə vəzifələrə təyinatı ilə bağlı hakimlərin seçki komitəsi korpusu formalaşdırıldı. Yəni tarixi baxımdan danışsaq, bunlar son dərəcə vacibdir.
Daha sonra 2006-cı ildə səhv etmirəmsə cənab prezidentimizin məhkəmə sisteminin müasirləşdirilməsinə dair bir sərəncamı oldu. O sərəncam Azərbaycanın məhkəmə sisteminin Avropaya inteqrasiya olunmasında da böyük, hansı ki o sərəncamda birbaşa qeyd olundu ki, Avropa məhkəməsinin prezidentləri milli məhkəmələrimiz tərəfindən tətbiqi tövsiyə olundu. Modernləşmə belə deyək. Daha sonra cənab prezidentimizin ən böyük islahatlarından biri elektron hökumətin yaradılmasıdır. Yəni elektron hökumət artıq hamımızın bildiyi kimi rahatlıqla biz bir çox dövlət orqanlarının göstərdiyi xidmətləri evimizdən oturaraq elektron qaydada bunu çox rahatlıqla əldə edə bilirik. Təbii ki, hansısa baş verə bilərsə məmur özbaşınalığı olmur, hansısa süründürməçilik halı ola bilərsə bunu yaşamırıq. Bunun əsasında asan xidmətin adına İşimiz asanlaşdırır. Həddindən artıq. Əlbəttə biri var, məsələn, mən evimdən otururam, iş yerimdən araç alıram, yaxud da hər hansı bir daşınmaz əmlakımla bağlı hər hansı bir hal çıxır ortalığa, mən onu aidiyyəti qurumla həll edə bilirəm evimdən oturmaqla. Asan xidmətin adını isə xüsusi qeyd eləmək lazımdır. Bu Azərbaycanın belə deyək, o cənab prezidentimizin memarı olduğu bir layihədir. Asan xidmət dəfələrlə BMT daxil bir sıra beynəlxalq təşkilatlardan belə deyək, mükafatlar alıbdır, xüsusi təşəkkürlər olunubdur bu layihəyə. Çünki nəyə görə? Yəni 2013-cü ildən fəaliyyət göstərən asan xidmət fəaliyyəti bir pəncərə sistemi əsasında fəaliyyət göstərir. Yəni məsələn, mən gedirəm asan xidmətə, bir dənə fərz eləyək şəxsiyyət vəsiqəmin vaxtı qutarıb dəyişəcəyəm. Bütün orqanların əməkdaşı, aidiyyəti orqan əməkdaşı bir yerdən vahid idarəçilik həyata keçirilir, həm operativlik, tez bir zamanda problemin həlli və süründürməçilik ya da neqativ halların qarşısının alınması. Və bir də bir məsələ var ki, ən yaxşı hallardan biri odur ki, ulu öndərimizin vaxtında konstitusion səviyyədə hüquqlar nəzərdə tutulurdu. Yəni konstitusiyamız daxil qanunlarımız. Eyni zamanda zəruri olan hüquq mühafizə orqanları, təsisatları yaradıldısa, cənab prezidentimizin İlham Əliyevin ən gözəl belə deyək, o xalq üçün işlərindən biri oldu ki, hüquqların pozulmazlığının real təminat mexanizmləri yaradılmağa başladı və ən zərurisi korrupsiya ilə mübarizə çox yüksək həddə təşkil olundu. Yəni bugünkü gündə orqanlarda neqativ halların qarşısının alınmasına dərhal reaksiyalar verilmə, bununla bağlı hətta son məmur özbaşınalığı varsa axırda bununla bağlı müvafiq, hətta cinayət məsuliyyətinə cəlb edilmə halları. Bütün bunlar Azərbaycanda insan hüquqlarının təminatına böyük belə deyək zəmin yaradır. Bax belə. Münisbən, ümumiyyətlə, gəlməklə insan hüquqları pozulur dedik dünyada. Hazırda insan hüquqlarının pozulması hallarını aşkarlamaq üçün və bunun qarşısını almaq da çox önəmlidir. Bu istiqamətdə mövcud hüquqi mexanizmlər nə dərəcədə effektlidir? Belə deyək, əlbəttə, çünki hüquq dediyimiz kimi nəzərdə tutula bilər, amma onun təminat mexanizmi yoxdursa, artıq o kağız üstündə qalar. Bu belə olmaz. Təbii ki, bizdə Azərbaycan Respublikasında hüquqların real təminat mexanizmi baxımından çoxsaylı təsisatlar mövcuddur. Yəni şəxs öz hüququnun bərpasına dair bir dənə bir qurum olsun, ora müraciət etsin, bundan kifayətlənmə olmur. Məsələn, ən başda 3 pilləli məhkəmə sistemi var. Yəni vətəndaş müraciət edə bilər pozuntu halı ilə bağlı, mülki mübahisəsi ilə bağlı, kommersiya mübahisəsi ilə bağlı məhkəməyə. Aşağı məhkəmədən narazı qalar, yuxarı apellyasiya. Apellyasiyadan narazı qalar, ali məhkəməyə. Yəni 3 pilləli məhkəmə sistemi təminatı var. Digər tərəfdən bir qədər əvvəl adını qeyd etdiyimiz ombudsman təsisatı. Vətəndaş ombudsman təsisatı vasitəsilə hüququnu bərpa edə bilər. Digər tərəfdən Konstitusiya məhkəməsi. Yəni bu gün Azərbaycan Konstitusiyasının 130-cu maddəsi, eyni zamanda Konstitusiya məhkəməsi haqqında qanun tam imkan yaradır ki, vətəndaş onun hüququ, konstitusiyon hüququ hər hansı bir icra hakimiyyəti, bələdiyyə aktı, məhkəmə aktı ilə hətta pozulursa, öz hüququnun bərpası ilə bağlı birbaşa Konstitusiya məhkəməsinə müraciət etsin. Yəni vətəndaşın birbaşa ali konstitusiya, birbaşa Konstitusiya məhkəməsinə çıxış hüququnun olması. Digər tərəfdən prokurorluq orqanları, mən bir qədər əvvəl korrupsiya ilə mübarizə dedim. Yəni ixtisaslaşdırılmış qurumdur. Baş prokuror yanında korrupsiya qarşı üzrə mübarizə idarəsi, yəni vətəndaşların ora birbaşa müraciət etmə imkanının olması, ümumiyyətlə prokurorluq orqanları vasitəsilə insan hüquqlarının müdafiəsi, güc strukturları, məsələn Daxili İşlər Nazirliyi başda olmağı ilə
vətəndaşların hər hansı sahədə hüquq pozuntusu zamanı müraciət imkanının olması və vəkillik institutu. Vəkillik institutu, yəni şəxsin birbaşa yüksək keyfiyyətli hüquqi təminat alması üçün, ki, hansı ki bu konstitusiyon hüquqdur, hüquqi yardım almaq hüququ, vəkilliyə müraciət etməsi, ödənişli əsaslarla bərabər, əgər maddi imkanı yol vermirsə, ona dövlət hesabına vəkillə təmin olunma imkanının yaradılması, bütün bunların hamısı nəyi göstərir? Real hüquqi təminat mexanizmi. Burada bir dənə məsələ qalır ki, vətəndaş hüququ pozulursa nə dərəcədə aktiv olacaq? Yəni hər hansı bir məmur da ola bilər, qurum da ola bilər ki, şəxsin hüququnu pozsun. Müdafiə etmək üçün nə etməlidir? Bunu da bilməlidir. Bəli, bilməlidir və də israrlı olmalıdır. Yəni təbii ki, vətəndaşın hüququnu pozan hansısa bir məmur ya da şəxs varsa, o maraqlıdır ki, pozulsun. Məsələ buradadır ki, sən onunla mübarizə aparmayıb, passiv rəftar nümayiş elətdirərsənsə, orada da artıq o sənin günahın ola bilər. Sən öz hüququnu qorumaq üçün aidiyyəti qurumlara müraciət etmisənmi, edirsənmi, o imkanlardan nə dərəcədə istifadə edirsən və hara qədər istifadə edirsən. Bəzən vətəndaş olur ki, biz dəfələrlə görmüşük, bir instansiyaya müraciət edib, məsələn, məhkəmə onun zərərinə, yəni xeyrinə olmayan bir qərar qəbul edib, deyir ki, məhkəmələr ədalətsizdir. Axı sən bir yuxarı məhkəməyə də şikayət etdimi? Deyir, yox. Onsuz da o da elə qərar qəbul edəcəksən. Necə nəticəyə gəlsən? Elə olub müraciət edib tərsini görüb. Məsələn, aşağı məhkəmənin qərarı ləğv edilib. Yaxud ola bilər apellyasiyadan da verərsən, kassasiya gedər. Vətəndaş Avropa məhkəməsinə qədər, yəni təsisat vardı, bunun mexanizmi var, gedə bilir. Bəli, hüququn müdafiəsi onsuz da belədir. Yəni bu hər şeydə belədir. İndi düşünün, yəni biz xəstələniriksə, müalicə almalıyıq. Yəni bizim sağalmağımız passiv oturmaqla müalicə ala bilməzsən ki, aktiv olmalısan, həyata bağlanmalısan, düzgün müalicə üsulu seçib. Bu da bununki kimidir. Yəni hüququn bərpası nədən keçir? Vətəndaşın özünün haqqını tələb eləmə, hüquq mədəniyyətinin yüksək olmasından, nə qədər çox hüququnu bilirsən, qanunu bilirsənsə, yəni təbii ki, bu yəni böyük bir məsələdir ki, haqqını təmin edə bilərsən. Bunun da təməldə o dayanır ki, biz məlumatlı olmalıyıq. Mütləq maariflənmə son dərəcə vacibdir. Maariflənmə son dərəcə vacibdir. O zaman gəlin elə sosial mediadan, sosial şəbəkələrdən danışaq. Çünki günümüzün çox hissəsini sosial mediada, sosial şəbəkələrdə keçirik. İnsan hüquqlarının müdafiəsində sizcə bu hansı rol oynayır və müsbət və mənfi tərəfləri varmı? İzah edə bilərsinizmi? Sosial medianın və sosial şəbəkələrin. Artıq həyatımıza sosial şəbəkələr yüksək sürətlə giribdir. Hamının mütləq bir media hesabı vardır. Nə bilim deyək ki, fərz eləyək Instagramı var, Facebooku var, digər sosial hesabları vardır. Mediadakı məlumdur. Baxın, media bugün uzun illərdən bəri bir klassik anlayış var. Deyir ki, media dördüncü hakimiyyət qoludur. Yəni nədir bu dördüncü hakimiyyət qolu? Rəmzi mənada. Yəni ki, ictimai təsir etmə, təzyiq etmə gücüdür. Yəni bu günləri fərz eləyək ki, hansısa bir şəxs ona tapşırılıb ki, qanunla vətəndaşlara xidmət elə, o da bunu pozursa, bunun mediada işıqlanması artıq aidiyyəti qurumların diqqətinə düşməsinə, eyni zamanda həmin şəxsin özünün də müəyyən qanunsuz hərəkəti varsa, özünə çəki düzən verməsinə təsir edə bilən faktordur. Bu baxımdan media artıq uzun müddətdir var idisə, sosial şəbəkələr yenidir belə götürək. Sosial şəbəkələr çox böyük gücdür. Yəni nə mənada gücdür? Müsbət mənasında odur ki, yəni bir dənə o tıklama deyirik. Yəni paylaşı vurmaq ilə hansısa bir neqativ halı, bir də görürsünüz ki, baxırıq ki, bir kişi bir arvadı döyür ya da tərsinə, biri elə yoldan çəkir, canlı açır ya da paylaşıldı və dərhal reaksiya verilir. Hətta bu olmuşdur, Bakıda söküntü işi ilə bağlı hansısa bir özəl sektor o söküntünü etdiyi zaman onu vətəndaş evindən durub çəkmişdi və dərhal buna reaksiya verilmə oldu. Yəni bunun qarşısı alınır. Bu baxımdan çox yaxşıdır. Yəni sosial şəbəkələrdən düzgün istifadə olunarsa. Düzgün istifadə. Bəzən orada da hüquqlarımız elə məsələ də budur ki, baxın, indi bunun müsbət mənada faydalanmaqla bağlı bir çox neqativ hallar da meydana çıxır. Ən başda təhqir, böhtan tipli məsələlər ki, bu artıq şərəfimizlə. Bəli, təhqir adi bir paylaşımda bir də baxsan ki, kimsə şərh yazır, təhqir də olur, yəni indi hərə bir düşüncədə olur. Yəni təhqirlər olması, böhtan olması ya da yalan informasiya, dezinformasiya dediyimiz məlumatların tezliklə yayılması insanları çox böyük, belə deyək, bəzən narahatlığa səbəb olan hallara əsas verir, təşviş yaradır, bəli. Amma yaxşı mənada istifadə olunması üçün ölkəmizdə bu məsələlərin tənzimlənməsinə dair qanunlar qəbul edilir. Məsələn, bugünkü gündə artıq belə deyək,
Düzdür, Birləşmiş Millətlər Təşkilatı dəfələrlə qeyd edib ki, offlayn məkanda olan hüquqlar onlayn məkanda da eyni ilə təminat mexanizmi altında olmalıdır. Yəni mənim məlumat azadlığım ya da ki, fikir söz azadlığım necə ki real həyatdadsa, orada da o təmin olunmalıdır. Amma bir də bunun tənzimlənmə mexanizmi olmalıdır. Necə? Məsələn deyək ki, difamasiya dediyimiz, yəni ki, şərəf ləyaqətin müdafiəsinə dair qanunvericilik aktımız təkmilləşir. Bununla bağlı cəzalar var. Məsələn, biri böhtan atarsa cinayət məcəlləsində 147-ci maddə ilə məsuliyyət yaranır ya da təhqirdirsə 148 ilə məsuliyyət yaranır. Yəni bunun müdafiə mexanizmləri işlənir ya da istədiyin məlumatı rahatlıqla paylaşanmazsa. Şəxsi sirr var, dövlət sirri var. Hətta o gün mən maraqlı bir şey gördüm, diqqətimi də çəkdi. Mən deyirəm, sosial şəbəkədə bir qədər aktivliyim olur bəzən. Bir də görürsünüz ki, indi məsələn uşağın bir nəyinsə paylaşsan versən, o gün bir maraqlı bir yazı qarşıma çıxdı ki, artıq sən uşağın şəklini paylaşırsan. Sabah uşağın deyəcək ki, məni niyə o cür paylaşmısan? Yəni bu məsələlər, uşağın hüquqları, bəli, məni niyə o cür, misal üçün, o cür bir formada qoymusan, ya da nəsə belə şeylər çıxa bilir. Yəni bu məsələlər tənzimlənməlidir, amma dünya təcrübəsindən də buna dair maraqlı misallar var. Məsələn, ən məşhuru bu George Floyd hadisəsi, Amerikadakı bu polis əməkdaşı ki, Afro-Amerikan vətəndaşı ki, o döymüşdü. Bu necə təxminən 8 dəqiqə 46 saniyəlik bir video bütün yüz minlərlə insana qaldırdı. Bu nəyi göstərir? Bu dərhal anında belə deyə reaksiya vermə imkanıdır. Bu baxımdan yaxşıdır, amma bundan düzgün istifadə edilməlidir. Əsas odur bu istifadə. Təbliğat da olmalıdır, qanunvericilik də bunu tənzimləməlidir və nəzərə alsaq ki, bir də bir məsələ var ki, sürətli bir texnologiya daxil olur həyatımıza. Bizim cənab prezidentimizin süni intellektlə bağlı milli strategiyası qəbul edildi. Orada bir dənə bir yer var. Deepfake texnologiyası tənzimlənməlidir. Yəni məşhur adamların bütün mimikasını, danışığını yamsılayan səsi ilə nələrsə qoymaq olur. Yəni və bu da təhlükə yaradar. Məsələn, elə bir müraciət olar ki, vətəndaşlar narahat olar ya da bir uşağın səsi ilə anasına zəng vurub onu narahat eləmək olar ya da pulun əlindən almaq üçün müraciətlər, belə şeylər olur. Bunlar da tənzimlənəcək zaman-zaman bizdə. Deməli, qloballaşan dünyada çox çətindir insan hüquqlarının qorunması və buna görə həqiqətən də maarifləndirmə çox önəmlidir və hansı səviyyədədir, xüsusən gənclər və yeniyetmələr, uşaqlar arasında bağlanış necə formalaşmalıdır, Yunus müəllim, nə etməliyik? Bizlərdə belə deyək, ümumiyyətlə bu orta məktəblərdə mənim nə xoşuma gəlir, mənim öz övladım da orta məktəbdə oxuyur. Hətta 4-cü sinif kitablarında baxırsan ki, hüquqlara dair artıq müəyyən mətnlər olur, uşaq hüquqları, nə bilim, uşağın müəyyən haqqları və bu yuxarı siniflərə doğru getdikcə o bir çox bilgilər məlumatlandırılır. Bu çox yaxşı bir şeydir. Orta məktəblərdə, dərsliklərdə belə bu cür maarifləndirici hüquqlarla bağlı olan məsələlərin olması, uşaqların, tələbələrin, şagirdlərin hüquqlarla bağlı təlimlərə cəlb edilməsi çox yaxşıdır. Biz görürük. Medianın burada çox aktiv rol oynaması. Bəzən baxırıq ki, misal üçün Daxili İşlər Nazirliyinin fəaliyyətinə dair ya da digər sahələrdə insan hüquqlarına dair video roliklər yığılır. Məsələn, ehtiyatlı olun mobil telefonlardan, nədən? Baxırsan ki, misal üçün, ya belə olarsa hara müraciət et. Bunlar yaxşıdır, yəni hüquqların inkişafı. Buna dair yaxşı olar ki, misal üçün, maarifləndirici verilişlərin sayı çoxalsın, proqramların sayı çoxalsın və bütün bunlar da son nəticədə. Məsələn, şagirdləri stimullaşdırmaq üçün hüquq bilik olimpiyadalarını təşkil edir. Bax, belə şeyləri görürük, bunlar da çox yaxşıdır. Evet, insan hüquqlarından danışırıq. Sonda sizcə insan hüquqları yalnız hüquqşünasların işi olaraq qalmalıdır, yoxsa hər bir vətəndaş bu dəyərlərin müdafiəsində rol oynamalıdır? Başından bəri qeyd eləyək ki, tək hüquqşünas işi deyil. Yəni təbii ki, hər bir necə ki, məsələn deyirsən ki, xəstəliyində girsən həkimin yanına. Amma axı sənin özündə öz qeyd və qalmalısan. İndi hüquqşünasa nə zaman müraciət edirsən? İndi bu da çox pis haldır ki, vətəndaşlar bəzən ən son halda, artıq məhkəməli olanda, istintaq olanda deyək ki, hüquq yada düşür. Bəzən belə olur. Xəstəliyin necə sağlamlığınız itirəndə həkimə müraciət edir. Bəli. Yəni belə deyək də, hüquqşünaslar qanunu tətbiq edirlər, cəmiyyət onu yaşatmalıdır. Yəni nə mənada yaşatmalıdır? Normal vəziyyətdə minimal hüquq biliyi olmalıdır və hüquqşünaslarla bərabər vətəndaşlar,
müxtəlif zümrələr, məsələn jurnalistlər müəyyən məsələləri işlandırmasa, cənab prezidentimiz dəfələrlə deyib ki, mən bəzən məmurların hansısa bir pozuntu alınıb birbaşa mediadan izləyib görürəm. Düzdürmü? Yəni bununla bağlı hətta çıxışları var. Bu nəyi göstərir? Media düzgün formada məlumatlandırsa, vətəndaşlar lazımi yerlərdə haqlarını tələb eləsələr, eyni zamanda bu onların hüquqlarının daha yaxşı real təminat mexanizmi olar. Nəinki tək bunu hüquqşünasdan sunacaq. Hüquqşünas nə edəcək? Hüquqşünas bir var ki, sən haqqını tələb eləyəsən, səndən bərabər digərləri, bir də var artıq bir nəfərin hüququnu hüquqşünas başlasın hardasa məhkəmədə və s. müdafiəsi. Hüquqşünasın peşə vəzifəsi, yəni işidir, vəzifəsidir. O da baxır harda işləyir. Əlbəttə. Təhlükəli bir peşədir mən deyərdim. Bəzi məqamlarda bəli, elə ola bilər. Zaman hətta cinayətkarlarla üzə qaldıqları məqamlar da olur. Bəli, hədələr olur, belə şeylərlə də rastlaşmaq olur. Və Yunus müəllim, həqiqətən də bax indi elə ixtisas seçimi ərəfəsindədir bizim abituriyentlər həqiqətən də, amma gəlin onu etiraf edək ki, Azərbaycanda övladlarının hüquqşünas olmasını istəyən o qədər valideynlər var ki, təzyiq edirlər ki, mütləq hüquqşünas olmalısınız. Sizcə çox çalışmaqla yaxşı bir hüquqşünas olmaq olarmı? Əlbəttə, insan istədiyi şeyə məqsəd qoyarsa nail ola bilər. Düzdür, mən biraz nəyə qarşıyam? Bəzən deyirlər ki, misal üçün də valideyn gərək uşağın seçim imkanına təzyiq göstərməyə. Bəlkə də gözəl rəssam ola bilər, bəlkə də gözəl, məsələn, o sahədə da. Yəni içindən gəlməlidir və valideyn o fikri aşılamalıdır ki, belə bir sahə var. Bəlkə də hüquqlarımız o qədər pozulur ki, müdafiə etmək üçün övladımız yönəldilirik ona. Amma yaxşı hüquqşünas olmaq üçün davamlı üzərində işləməlisən. Yəni deyir ki, əsl hüquqşünas olmaq üçün bir nöqtə yoxdur, 3 nöqtə var. Davamlı. Yəni indiyin özündə də ən peşəkar hüquqşünas belə, hakim belə, məsələn, daim mütaliə eləyir, qanunvericilik aktları yenilənir, təkmilləşdirir özünü. Həm nəzəri, həm qanunvericilik birliyi olaraq təkmilləşməlidir. Amma gələcəkdə qanun keşişçisi olmaq istəyənlər, yəni bu peşədən, yəni belə deyim, gözün qorxmamalıdır ki, mən ora qəbul ola bilmərəm, çətindir, belə şeylər yoxdur. İstənilən formada, belə deyək, məqsəd qoyularsa, zəhmət ortalıqda olarsa, ona nail olmaq olar. Amma bu yolda da hüquqşünaslıq ixtisasını seçənlərə, ümumiyyətlə digər peşə, yəni sahələri seçib ali təhsil alanların hamısına uğurlar arzulayıram və insan hüquqları günü münasibəti ilə sizi, bütün dinləyicilərimizi də təbrik edirəm. Biz təşəkkür edirik sizə. Həqiqətən də siz çox dəyərli, istedadlı, işini bilən bir hüquqşünassınız. Və əsas odur ki, sizin kimi hüquqşünasların sayı ölkəmizdə çox olsun. İşini bilən mütəxəssislərə hər yerdə, hər zaman ehtiyac duyulubdur. Çox sağ olun inşallah. Minnətdaram sizə. Əziz dinləyicilərimiz, siz Naxçıvan Radiosunun efirində mən Samirənin təqdimatında Hüququmuz Var verilişini dinlədiniz. Verilişimizi bugün 18 iyun İnsan Hüquqları gününə həsr etdik və qonağım Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı hüquqşünas Yunis Xəlilov idi. Sizinlə sağollaşırıq, salamat qalın. Əsas odur ki, hüquqlarınızı bilin və qoruyun. Sağ olun.